Əlbəttə ki, İsa Peyğəmbər də Peyğəmbər olubdur. Digər Peyğəmbərlər kimi insanları Allaha ibadət eləməyə dəvət edirdi. Allaha təslim olmağa dəvət edirdi. Amma xristianlar İsa Peyğəmbəri Peyğəmbər kimi qəbul eləmirlər. Onlar İsa Peyğəmbərə Rəbbin oğlu deyirlər, bəziləri hətta Rəbb deyirlər. Yəni, bəzilərinin ağlına İsa Peyğəmbər deyən kimi, bəzilərinin ağlına xristianlıq gəlir. Yəni, elə düşünürlər ki, İsa Peyğəmbər xaçpərəst olub, xristian olubdur. Xeyr, İsa Peyğəmbər də və digər Peyğəmbərlər də müsəlman olublar. Peyğəmbərə yaraşmaz insanları xristianlığa dəvət eləmək, xaçpərəstliyə dəvət eləmək. Yəni, İsa Peyğəmbər də müsəlman olub. Allaha təslim olan qullardan olubdur. Və yaşadığı müddətcə də insanlara Allaha ibadət eləməyə dəvət edibdir. İsa Peyğəmbər və digər göndərilmiş bütün Peyğəmbərlər insanlara Allaha dəvət ediblər. Yəni, İsa Peyğəmbər xristian olmayıb, xaçpərəst olmayıb. Nə də insanlara deməyib ki, insanlar gəlin xaçpərəst olun, xristian olun. Sadəcə, bəzilərinə İsa Peyğəmbər deyəndə ağlına xristianlıq gəlir.